Salam hamıza dostlar, neresiniz? Umarım iyisinizdir. Bugün sizlerle yanımda varlar ve survival dünyamızda bugün sizlerle yaxşı şeyler edeceğiz. İtalyan evi vaxtı satsa fikirləşirik. Əşyalarımız hazırdır ve İtalyan evini ucu eləməyə hazırıq. Və başlayaq, videomuza başlayaq. Ciddi və İtalyan evi eləyəcəksən bugün. Fırın yoktu. Abayt'ta şeyde fırın yoktu bala. Ha varpa bir tane fırın lazımdı. Fırınımızı da koyak. Kamera hatası oldu. Birden bazıları 64 steak aldı. Nerede başlayın? Neyi niyetse fırın ne için lazımdı? Ne için lazımdı? Ne için lazımdı? Çamurdan. Var 52 tane var. Ne çamur vereyim indi sen yoksa çamur lazım olacak olmayacak. Lazım olmayacak. Tamam. Neyini sen diye bir işte. Varp. Evi işte. Ha bir de harı tüketeysen. Burada geçen yer vardı orada ateş. Bu neyiniyim? Götürüm. Yaxşı. 64 steaki. Yaxşı. Bunlarla yanır bu bu yerdekiler var ya bunlarla. Bununla yanır. Yaxşı. Anda bunlar lazım olacaktı. Neçə saat yarımlık bir şey görün. Yarım saat zaten gözləyərik. Yok bu mənim odun daşlarımdır. Bunu steaklerden dolduraq. 64 steak hara getdi. Oha. Uy bir dənə şey eləmək üçün dostlar, yəni bir dənə daşı qızdırmaq üçün 4-5 dənə işlədi. Ona görə əməlli yığmalıyıq. Gəl yataq var. Yatmaq vaxtıdır. Yatma vaxtıdır. Var. Başdan cavab ver heç olmasa. Var. Yatma zamanıdır. Yaxşı. Yataq. Başla cavab ver. Hara getdin? Yataq. Gəl yataq. Mənim yatağım üstümdədir. Üstümdədir. Gəl. Gəl yataq. Sen niye atılmır? Yat da var. Var. Haradasın?
Şükür. Tez ne kadar fırında ne kadar qalıb? Yəni çox az qalır məncə. 10 dənə, 19 dənə. Hələ yaxşı gəlməyib. 10 dənə. Kömürlə də eləyə bilərim əslində. 5-6 dənə kömürlə qoyaram axırda çatmasa. Amma hələlik bunları eləyim. Mən buranı təmizləmiş olaram dostlar. Həm şeydə. Ne lazım? Kömür de var ya aslında. Buradan kömür de yapabilirim. Fırın istida. 64 tane hala varlığımızda hala. Var. Var pardon gören var. Arkamdaymış. Ne desen? Tasmadı o. Çok zor. Şey diyen ne var ne yok. Çok sağ ol. Ne desen? Alo. Akşam. Bacıyorsun neymiş? Şöyle ne kadar var? Pişenlerden var. Fırın isti daha yavaş ol. 51 tane var hala. 64 tane de bende var hele. Götür. Olduqsa götürərsən var müəllim. Ev eləməyə başlayacaq görəm var müəllim. Biz biraz AFK qalın, bunlar bişsin. Bişəndən sonra gələk. Dostlarım AFK qaldım biraz. Nə qədər olub? Yorğunluqdan ölürəm özümdə. Valfda nə edir bilmirəm. Belə evə deyəsən başlamayıbdı. Buna daşdı. Bir dənə girək baxaq. Mən ağaca ilişməsəm olmurdu. Hər videoda mənim mistik hərəkətimdir. Bura evdir, var. Bura evdir. İtalyan evi. Hey, geçeydi ya aslında. Bu eve 10 üzerinden sonda puanınızı gözləyəcəm. Birazcık gidip AFK qalaq. Az qalıb onsuz. Survival dünyamızda gələn bölümə nə istəyirsinizsə onu da yazın. Gələn bölümə nə var? Gələn bölümə nə edərik? Neçə bəyəni gəlsə gələn bölümə sən dediyin nəsə eləyərik onlar dediklərini. Gələn bölümə nə edərik? Nə etməyə fikirləşsən? Bilmirəm. Yorumlardan götürək. Maden o da. O lazımdır sən bu dəqiqə. Yoxsa onu eləmək istəyirsən? Lazımdır. Maden ocağını bir ocaqla ilgirdilər də deyəsən. Gözlü görün baxın. Crafting table-la ilgirlər. Bu arada gel daşları yığ. Allah gel götür. Ama özümden de taş koydum ha hele üstüne. Özümden de taş koydum. Hayır bir taş bir dedim. Ne oldu? Ne dedin? Nasıl oluyor? Var. Nasıl oluyor? Valf'ın boş beynidir.
Çakıl lazım. Çakıl görüm tapa biləcəm. Mən onda çıxıb gedim başqa yerə. Çakıl buradalarda yoxdur mən belə. Bu çakıl. Değil çakıl, bu değil. Bu da çakıl. Bu da çakıl. Ha, yaxşı. Yığım gəldim. Yığ bunlardan. Ged daşları da yığarsan yine. Çıxım yuxarıya 11 dənə məncə bəs. Buradan bir yaxdan mən biləm. Bir yax şeydə girdim. Gördüm burada çakıl var. Sürəsizdim deyəsim ki daha nəyə lazım deyə bu dünyada çakıl. Sən də mən lazım. İtalyan evi görmüşəm amma xaçma evi görmüşəm. Buradan şey eləyə bilərik. Makas. Makas nə işə yarayacaq? Bəlkə var. Bir dənə bura gəl. Var. Bəlkə çakmak eləyim buradakı odunları yandıraq. Niyə? Düzləşdirmiş olarıq. Gələn bölümdə eləyərik bəs. 2-3 bölüm sonra. Lazımdır. Yaxşı. Daşları götürdün. 11 dənə qalıbdı. 11 dənə də yığarsan. Buranı düzləşdirmək lazımdır. Burada çakıllar vurdu. Mən bir də envanterimi düzənləməliyəm. Mən bir də envanterimi düzənləyim gəlim dostlar. Dostlar, axşam da yatdıq. Səhərsi günü oldu. Axşam da yatdıq. İndi Warp müəllim üstündə yəni nə lazımdırsa, yəni nə lazım deyilsə hamısını atdım. Yandırdım o tərəfdəki lavda. İndi lazımlılardakı indi gələn bölümlərdə inşallah düzəldib. İndi AFK qalacağam mən. Warp'ın işləmini görəcəksiniz burada. Bir dəqiqə zat işləmini görün. Baxın. Bu arada Warp yaxşı, Minecraft yaxşı oynuyor. Onunla birlikdə, yəni belə videoların davamını istəyirsinizsə bu videoya bir neçə bəyəm gəlmişdi o videoya? 9 idi Warp. 9 idi. Bir dənə yaz. Eşidirsən səsimi? Bir də onu yaz. 10. Səsimi eşidirsən? Ha. Yani Warp da yaxşı oyun oynuyor ya Minecraft'ta. Ona görə də yəni bu kimi videoların gəlməyini istəyirsə, Survival 3-cü bölümü bəlkə axşama gəldi istəsəniz. Amma şəhər videosu yəni əla video idi. Yəni gülməkdən 2 seri ard-arda öldü. Axırda səs problemi də olmadı. Ona görə baxa bilmədik. İndi baxın, bağlandı buralarda. İndi belə mən sizə rahat göstərdim. Bu ağacları zadı yandıraq da buradakiləri yandıraq. Bu da iyi evdir. Yox, depoz atdı. Baxın, bax, bu qıraqlardan göstərdim. Ya da bir dəqiqə gözləyin. Uşaqlar az qaldı. Mən gedim biraz buranı gəzək. Bir yerdə odun kimdə Warp müəllimi evi bitirsin. Aşağıya düşün bu çömürlerden biraz yıkım. Bu şey lazım oldu çünkü XP kasım dedim. Bir de Warp'ıma ne istersen dəqiq. XP farm eləyərik. Böyle şey var da deyəsən. Səhvləmirəmsə. XP farm eləyərik. Onlar eləyə bilərik. Çətin dost eləyərik.
Hadi eləyərik. Onda neçə bəyən istəyirsən gələn bölüm üçün? Çətin, yəni düşəcək bizdə təbii ki. Dostlar, indi Varpın yanına gedəcəm. Çox dəyişiklik yoxdur evdə. Amma gedək. İndi AFK qalacağım, mən də söndürəcəm videonu. Bir də yəni, tam hazır olanda göstərəcəm sizə. Söndürmə, baxın belədir. Öz-özünə çönür, xarab deyim mən. Bu evi sonunda da 10 üzerinden puanlayarsınız. Qaçqınlar evine oxşuyur biraz, bəli. Qapısı yoxdur, var. Gedək yataq. Yatıp duraq biz. Maşallah AFK qalıram. İndi en son halını da görəcəksiniz. Arxama baxmıram çünki arxamda evimiz var. Hələ tam olmayıb heç. Yəni yuxarısı da o qədər olmayıbdır. Amma indi mən gedəcəm daş yığmağı və özüm də baxmayacağam həqiqətən. Axırda bir yerdə baxarıq. Yəni mob farmı üçün indi daşlar yığacağam. Buradan yığmayacağam. Burada çünki pis. Yəni necə deyim, burada pis olacaq. Yəni bunu hamısını yığmaq üçün 3-4 steak daş yığım mən gəlirəm. Birisi kazmamın canı kırıldı, yani kırıldı o birisi kazma. Yeni kazma, bu da canı azdı, o kadar da çok değil. Ve yığdığım daşlara bakın bir de. 3 steak yarım demək olar yəni. Yığmışam, hələ burada da qıraqdadır, mənim varım idi əvvəldən. İndi gedək görək nə yiyibdir. Varp. Yiyib baxaq. Bir də sürpriz olsun. AFK qalaq, sürpriz olsun. Dostlar, bu arada Varp işi çıxdı, yəni oyundan çıxdı. Ona görə də ev yarımçıq qaldı. İndi birazda gələndə yəni shorts vasitəsilə, yəni shorts'a atacağım evin son halını. Oradan görə bilərsiniz. Bugünkü video bu qədər idi. Varp'la sağollaşardım amma indi Varp yoxdur deyə tək sağollaşıram. Sağ olun. İnşallah axşama bəlkə bir dənə survival videosu ya da ki sabaha, yəni 2-3 gün ərzində yəni gələcəkdir. Sağ olun. Kanala like atmayı ve abone olmayı unutmuşsunuz.